Növbəti bir şey var mı? Sınavdan verilmiş. Ha, sınavdan buyurun. Ehtimalda ən çətin məsələlərdən biri eyni əşyaların paylanmasıdır. Ən çətin məsələ isə müxtəlifdir. Ondan da çətin müxtəlif əşyaları uşaqlara paylamaqdır. Eyni əşyaları paylamağa aid misal biz elədikdə o çubuq məsələsi. Misal üçün 6 eyni hədiyyəni, eyni oyuncağı, eyni topu, 6 eyni topu 4 uşağa neçə üsulla paylamaq olar? Da demirəm hər yer. İstəyirsən olmasın bir uşağa ver. Yəni bütün müxtəlif var. Onda nə edirik? Topları biz belə qeyd edirik. 1, 2, 3, 4, 5, 6. Hə, əvvəlcə uşaqları qeyd edirəm. Tutaq ki, Azad, Bəhlul, Cəlil. 4 uşaq edək. Hə, Azad, Bəhlul, Cəlil, Dadaş. Hə, olsun belə, hə? İndi baxın, mən nə edirəm? Bura bir çubuq qoydum. Ümumiyyətlə 4 uşağı bir-birindən neçə çubuqla ayırmaq olar var? 3 çubuqla ayırmaq olar, düzdürmü? Məsələn, mən çubuğu qoydum bura, bir çubuq bura qoydum, bir də bura qoydum. Bu 3 çubuq o demək ki, soldakılar düşdü Azada, bunlar Azada düşdü. Bu 2 çubuq, birinci və ikinci çubuğun arasındakılar düşdü Bəhlula. İkinci və üçüncü çubuğun arasındakılar Cəlilə, bu da düşdü Dadaşa, aydındır da. Çubuqları yendirdim, elə bir bura qoydum. Belə. Məsələn, bu kodlaşma üsulu adlanır da. Mən belə bu kod nəyi bildirir? Bu kod bildirir ki, birinci uşağa ikisi düşür, ikinci uşağa biri, üçüncü uşağa ikisi, dördüncü uşağa biri düşübdür da, hədiyyələr eynidir. Siz bununla bu yerini dəyişmək yeni variant yaratmır, çünki hədiyyələr eynidir. İndi mən bir kod qoymaq istəyirəm. İstəyirəm siz deyəsiniz ki, bu kod nəyi bildirir? Məsələn, belədir kod 1, 2, 3, 1, 2, 1. İndi bu nə deməkdir? Bu kod. Bu kod nəyi bildirir? Deyə bilərsiniz. Yox, 4 uşaqdır. 10 hədiyyədir, 6 hədiyyədir. Bu demək ki, birinci çubuqdan qabaqçılar birinciyə düşür. İkinci çubuqla soldakılar ikinci uşağa düşür. Üçüncü çubuqdan soldakılar üçüncüyə, sağdakılar bölür. O demək ki, buna hədiyyə düşür. Buna 3'ü düşür, buna da 2'si düşür, buna da 1'i düşür. Aydındır da. Yəni bu kod bir başqa, aydındır da. Ona belə çıxır ki, biz 6 dairənin topdur da bu güya. 3 dənə çubuğun, bu 10 yox, 9 kodun, 9 simvolun vasitəsilə düzələn hər bir kod bir bölgəyə uyğundur, elədirmi? 9 simvolun düzəltdiyi hər bir kod bir bölgəyə uyğundur, elədirmi? Bu bir bölgü, bu bir bölgü, belə. Misal üçün belə qoyuram, belə. Baxın, bu da bir ayrı koddur. Belə. Bu demək ki, birincidən soldan, birinci uşağa içinə düşmədi, ikinciyə düşmədi, üçüncüyə 5'i düşdü, dördüncüyə də 1'i düşdü. Yəni, hər kod bir bölgə uyğundur. Bölgülərin sayını saatdı, paylamaların sayını tapın. Onda biz yazırıq, kombinezon, permütasiya, bu təkrarlı permütasiyadır da. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 9'dur. 2, 4, 6, 9 simvol var. 9 faktorial bölünsün. Eynən qədərə sözün hərflərindən neçə düzülüş yaratmaq olar. Ona bənzər bir şey. 6 faktorial, burası nə? 3 faktorial. Bu çox sadə belə bir düsturla tapılır. Aydındır mı? İndi bəzən bunu yazırlar belə də. 6 üzərinə 4 gəlirsən eləyir onu, ondan çıxırsan bilir. Və belə də yazırlar bəzən bunu. Məsələn, bizim elə yazdığımız kitabda da bu belə yazılır. 6 plus 4 çıxaq 1, 4 çıxaq 1. Və bunu bəzən, kombinezonla bunu xatırlamıram. Deyəsən, burasına 9'dan 3'dür, bilirəm. Üstü xət qoyub 10, axı burada 10, 6, 4, 10 və 4 belə yazırlar da. Bu üstü xət o demək ki, 6 plus 4'dən çıxdıq 1'in aydındır da. 6 plus 4'dən. Yəni bu önemli deyil. Simvolu pozun bundan bir də səhv edərəm ayıb olar. Bu 4 çıxaq 1, 4 çıxaq 1. Bu cür yazırlar. Aydındır mı? Yəni 6 eyni topu 4 uşağa. Bu üsulla istəyirsən 20 eyni topu 8 uşağa. Amma indi siz durub desəz ki, 6 müxtəlif topu 4 uşağa neçə üsulla paylamaq olar. Bu birləşmələr nəzəriyyəsində ən çətin məsələlərdən biri hesab olunur. Ona görə də belə məsələlərə
rast gəlinmir və heç bunun da mən miqdar düzü görməmişəm, amma bilin, bu asandır. Amma o birisini, amma olur, necə olur? Balaca ədədlər, misal üçün deyirlər, 4 müxtəlif hədiyyəni, 4 müxtəlif topu tutaq ki, 3 uşağa necə paylamaq olar ki, həriyə ən azı biri düşsün. Biz belə məsələlər sizinlə eləmişik. Niyə orada ədədlər böyümür? Çünki o hədsiz dərəcədə çətin məsələlərdən biridir. Yəni, o Rəfəl müəllimcinin son matematik kitabında var, bizim şagirdimiz var, Mete'nin kombinatorika başlanğıc kitabı orada çox çətin bir məsələdir. O ciddi problemlərdən biridir, amma həll olunmuş məsələdir. Sağ olun, bu qədər.